Göbələk və qoturluq xəstəliyinin son illər artmasının səbəbi nədir? Göbələk xəstəlikləri və qoturluq xəstəlikləri son illər ümumiyyətlə aşırı şəkildə yayılıb. Yəni pasientlərin demək olar 50-60% bu xəstəliklərlə müraciət edir. Çünki kontagiozluğu, yəni yoluxma qabiliyyəti bu qədər yüksək deyildi. Son zamanların yüksək artmasının səbəbi mən praktikamdan və digər oxuduğum məqalələrdən belə nəticə çıxarıram ki, son illərdə bu Covid dönəmindən sonra insanlarda immun sistemi müəyyən qədər düşmüşdü və digər səbəblərdən də immun sistemində zəiflik müşahidə edilir pasientlərdə. Üçüncü hal isə ev heyvanlarının, yəni domestik animalların, ev heyvanlarının kəskin şəkildə artması da evdə it, pişik saxlayanların sayı gündən-günə artır və bu kütlə halına çevrilib. Və təbii ki də bu heyvanlar çölə gəzdirərkən digər heyvanlarla təmas eləyir və yaxud da torpaqla, digər gəmiricilərlə təmas elədiyinə görə evdə də bu xəstəlikləri yoluxdurmuş olurlar. Və bu heyvanların dərisində temperatur yüksək olduğuna görə daha çox yaşayıb, daha çox arta bilirlər. Buna görə də göbələk və qoturluq xəstəliyi olanlar birinci növbədə ev heyvanlarının təmizliyinə riayət etsinlər.